Bir kitabda oxuyurdum, bir tacir deyir, əntik əşyalar satırmış, qədim əşyalar. Sonra deyir, işini dəyişməli olur. Orada da bahalı olur da. Deyir, bir-iki dənəsini saxlayır, çox bahalı bir qab, bir dənə də, bilmirəm, kasa. Bir qab, bir kasa saxlayır ki, dar günündə çox bahalı olur da, qədim əşyadır, qədim. Çox bahalı olur ki, dar günündə deyir, bundan istifadə eləyərəm. Bir gün səfərə gedir, anası, qoca anası qalır evində. Qabaqlar da belə adamlar var, gəlib o köhnə əşyaları alardılar. Bir kişi gəlir, camaatdan alırdı, evdə köhnə samavardan, nədən var. Bu arvada da yaxınlaşır, deyir ki, köhnə kürüş nəsə bir şey evdə var. Deyir ki, yox, bizlər şey təzədir. Deyir, bir bax da. Deyir, hə, gedib padvala, zirzəmiyə baxanda, görür orada bir köhnə bir qab var, bir də kasa. Hə, deyir, bu qalıb, yazıq oğlum, ehtiyacı var, falan var, aparım bunu verin bu kişiyə, görüm təzə bir şey versin. Kişiyə gətirəndə kişi deyib, baxır, deyir, mütəxəssis daxı bilir. Amma özünü ona qoymur, deyir, da ürəyi sındırmıram, götürürəm bunu səndən. Götürür, əvəzində bir iki dənə təzə qablardan verir ona. Arvad deyir, sevincək qayıdır. Bunu Ustad Səfainin kitabında yazır, bir mövzu ilə bağlı yazır. Elə bu mövzuya da tətbiq eləmək olur. Deyir, gəlir, oğlu səfərdən qayıdır, arvad sevinə-sevinə gəlir, deyir ki, bu köhnə arvadlar başqa idi, evin dirəyidir, indikilərlə ancaq ərlərindən nəsə qazanmaq istəyir falan. Deyir, nəsə sözlü adam, sənin nə demək istəyirsən, deyir, görüm nədir? Deyir, görsən o köhnə, yox, deyir, gör, nə yaxşı təzə qablar almışam sənin üçün. Baxır, deyir, hə, lap yaxşı, çox yaxşı. Deyir, bilirsən nəyin qarşılığında? Deyir, qalmışdı o zirzəmdə köhnə şeylər. Onları verdim, deyir, bunu aldım. Deyir, arvad sevincək, mənim az qaldı ürəyim yansın. Ki, mən dar günümə çox bahalı bir şeydi, saxlamışdım. Zahiri köhnə idi. Bilirsiniz, nə verdiyini başa düşmür deyə insan qazandığına sevinir, şad olur. Bizim sevincimiz belədir. Biz nə itirib, nələr verib, nə qazanmışıq.